Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Deməli, bu günləri Time sınaq toplusundan insan bölməsinə aid olan sınaq 2-nin izahını verəcəm. Başlayırıq ilkin öncə birinci sualdan. Bizə deyir ki, birinci sualda sxemdə 3 müxtəlif şəxslərin arasında qan alış-verişi təsvir olunub. Sxemə əsasən ikinci şəxsin 3-cü qan qrupu olma ehtimalı neçə faizdir? İlkin öncə baxırsınız ki, burada deməli həm 3-cü qan qrupu, bax 3 nömrəli olan, həm də 2 nömrəli olan, deməli 1 nömrəli olan qan hər ikisindən alır. Alırsa, deməli bunun 4-cü qan qrupu olma ehtimalı var. Çünki 4-cü qan qrupu bütün qan qruplarından qanı alır. 3'ə fikir verdiyimiz zaman 3 nömrəliyə 3 həm 1'ə verir, həm də 2'yə verir. Deməli bu birinci qan qrupudur. Amma 2 isə neyniyir? 2. Deməli 3'dən alır, 4'ə verir. Yəni 1 nömrəliyə vermiş olur. Ona görə də bunun da olma ehtimalı ya 2 ola bilər, ya da 3 ola bilər. Bunun da ehtimalını soruşur bizdən. Yəni 2'nin deməli 3-cü qan qrupu olma ehtimalı ya 2 ola bilər, ya 3. Ona görə deyəcəyiz ki, bu da eləcək neçə faiz? Deməli deyəcək 50% etmiş olar. Cavab olacaq B variantı. Niyə görə? Çünki 2 dənə ya 2 ola bilər, ya 3 ola bilər. Ona görə də olacaq nə? 4'dən 2 o da eləyir 50%. Cavab olacaq B variantı. Tərkibində üzüm maddənin mənşəyinə görə digərlərindən fərqlənir. İnsulin zülal, glukagon zülal mənşəli, trioksin zülal, somatotrof zülal. Yəni mənşəyinə görə amin turlarından təşkil olunub. Amma testosteron isə deyəcəyiz ki, lipid mənşəli olduğuna görə, yəni cinsiyyət hormonları ümumiyyətlə lipid mənşəli olduğuna görə, deməli D variantı digərlərindən fərqlənmiş olacaq. Cavab olacaq D variantı. Səs tellərinin uzunluğu ilə səsin tezliyi arasında asılılıq necədir? Bu hər zaman deyəcəyiz ki, deməli tərs mütənasibdir. Çünki səs qısa olanda qalın olur, uzun olanda isə incə olur. Məsələn, qızlarda deyəcəyiz ki, incə, uzun, amma kişilərdə isə, oğlanlarda ümumiyyətlə olacaq necə qısa və qalın olduğunu qeydləmiş olur. Ona görə tərs mütənasib cavab olacaq A variantı. 4-cü suala diqqət edirik. Sual işarəsinin yerinə yazmaq olar. Hemofiliya ilə talasemiyanın ortaq xüsusiyyətini bizdən istəyir. Yəni sual işarəsinin yerində. Baxaq. 1 nömrəlidir. Xəstələr əsasən kişilərdir. Bu hemofiliya aiddir. Xeyr. İrsi qan xəstəliyidir. Bəli. Qanla yoluxan xəstəlikdir. Xeyr. Qanla yoluxan, məsələn, hepatitlər deyə bilərik ona. Hemoglobin istehsal zamanı yaranan zülal çatışmazlığıdır. Xeyr. Qohum nigahlar xəstəliyinin artmasına səbəb olar. Bəli. Cavab olacaq 2-5 A variantı. 5-ci suala diqqət edirik. Mədə-altı vəznin funksiyasının zəiflənməsinə səbəb olan sinirlər hansılardır? Deyəcəyiz ki, artıq mədə-altı vəzdən söhbət gedirsə, buna gələn simpatik sinirlər döşdən, parasimpatik isə gələcək hardan? Deməli, beyin kötüyündən. Amma bizə zəifləməsini dediyinə görə gəlin görək hansı variantda öz əksini tapıb. A variantı nə deyir? Onurğa beyin bel şöbəsi xeyr, oma şöbə xeyr, baş beyin kötüyündən çıxan simpatik xeyr, baş beyin kötüyündən çıxan parasimpatik sinirlər. Deməli, parasimpatik sinirlər olmaz. Çünki bu əgər daxili orqanda yerləşdiyinə görə parasimpatik sinirlər bunun nəyinə səbəb olacaq? Güclənməsinə səbəb olar. Amma onurğa beynin döş şöbəsindən çıxan simpatik sinirlər isə deməli deyəcəyiz ki, ümumi həzm sistemi orqanları necə təsir edir? İşini zəiflətmiş olur. Çünki həzm sisteminin işini simpatiklər əks təsirlə zəiflədər, amma parasimpatiklər gücləndirir. Ona görə cavab olacaq Y variantı. 6-cı sual. Əzələlərin inkişafını təmin edən üzüm maddə bilirik ki, zülaldır bunlar. A variantında bərk və duru halda olur. Xeyr.
Əsas enerji mənbəyi, xeyr, karbohidratdır. Əsas enerji mənbəyi yaraların sağalması, əsasların uzanması kimi prosesləri həyata keçirir. Bəli, cavab olacaq C variantı. 7-ci suala baxırıq. Bağça dövrü yasli dövründən davam etmə müddətinə görə necə fərqlənir? Bağça dövrü 3 il davam edir. Yasli dövrü 2 il. Deməli 1 il nədir? Çoxdur. Cavab olacaq A variantı. Qan əsasən 8-ci sualda hansı orqanlarda ehtiyat halında saxlanılır? Deyəcəksiniz ki, bu qaraciyərlə dalaq olmuş olacaq. Ağciyər xeyr, mədə xeyr, ürək xeyr, qaraciyər, bir də dalaq. 2-3 cavab olacaq B variantı. 9-cu suala baxırıq. Bu orqan tərəfindən qida həzmə məruz qalmır, lakin qidanın həzmi burada davam edir. Yəni sadəcə belə deyək ki, bu deməli orqan qida borususa sadəcə orada qida borusunda belə deyək ki, ötürülmə kimi bir funksiyanı yerinə yetirir. Yəni qida ağızda çeynənildi, çeynənindən sonra nə edəcək? Orada qida borusunun sürüşkənliyi təmin elədi ki, artıq hara düşsün, qida borusuna gəlib düşsün mədiyə. Deməli sadəcə burada olacaq, həzm burada davam edir. Yəni qida həzmə məruz qalmır, qidanın həzmi burada davam edə bilər. Olacaq A variantı. Qida borusu yəni. 10-cu sual. Öd haqqında hansı fikir söyləmək olmaz? Qaraciyərdə əmələ gəlir. Bəli. Tərkibində həzm fermentləri yağların parçalanmasına iştirak edir. Bu aid olmaz. Bu ödə aid deyil. Cavab olacaq elə B variantı. Amma digər variantı yağda həll olan vitamin sorulmasını asanlaşdırır. Bəli. Bağırsaqda mühit, yəni turş mühiti neytrallaşdırır. Qələbi mühit yaradır. Bəli. Zərərli maddələrin çəkilinməsini təmin edir. Bəli. Cavab olacaq onda B variantı. 11-ci suala baxırsınız. Səs yarığının sahəsi, səsin ucalığı arasında, biraz əvvəl də bunu vurğuladım. Yenə də səs yarığı ilə səsin ucalığı arasında tərs mütənasibdir. Ona görə cavab olacaq A variantı. 12-ci sual. Fikirlərdən neçəsi yanlışdır? Baxırıq ki, birinci sual nə deyir? Ovulyasiyadan 3 gün əvvəl uşaqlıq borusuna daxil olmuş spermatozoid mayalanmada iştirak edə bilər. Bəli. 3 gün əvvəl uşaqlıq borusuna daxil olursa, bu mayalanmada iştirak edə bilər. Bu doğru fikirdir. Bir yumurta hüceyrənin bir spermatozoidlə mayalanmasından yalnız bir rüşeym inkişaf edə bilər. Bu yanlışdır. Məsələn, bir spermatozoidlə bir yumurta hüceyrə mayalandı. Rüşeym zigot əmələ gəldi. Zigotun içindən əgər deyəcəksiniz ki, blastomerlərdən bir blastomerdən başqa, birindən də digərindən də başqa inkişaf eləyərsə, deməli ayrı-ayrı rüşeym inkişaf elədiyinə görə deyəcəksiniz ki, yalnız sözü artıq yalnız bir rüşeym yox, bir neçə rüşeym əmələ gələ bilər. Ona görə bu artıq yanlış fikirdir. 3-cü suala baxırıq. Eyni vaxtda yalnız bir yumurtalıqdan ayrılan yumurta hüceyrə mayalana bilər. Xeyr, bir ay ərzində məsələn digər yumurta hüceyrədə də, digər yumurta hüceyrədə də nə əmələ gələ bilər? Yumurtalıqda yumurta hüceyrə əmələ gəldiyinə görə yalnız bir yumurtalıqdan sözü artıq burada yenə deyirəm yanlışdır. 2-3 deməli yanlışdır burada. Əgər mayalanma baş vermirsə yumurta hüceyrə uşaqlıqdan xaric olur. Bəli, artıq uşaqlığın divarları nə edir? Yumurta hüceyrə uşaqlığın divarlarından qopub düşür və nə baş vermiş olur? Aybaşı disikli baş vermiş olur ki, ona görə də xaric olacaq. Cavab olacaq onda deməli neçə dənəsi deyir, neçəsi. Ona görə 2 dənəsi olacaq. Cavab olacaq B variantı. Növbəti suala baxırıq. Müvazinət mərkəzi beyin yarımkürələrin hansı hissəsində yerləşir deyir. Gizgah xeyr, ənsə xeyr, alın xeyr. Təpə nahiyəsində mərkəz şırımdan deməli arxada, bəli, təpə nahiyəsində deməli dəri əzələ hissiyatı mərkəzi şırımdan arxada yerləşmiş. Cavab olacaq D variantı. 14-cü suala baxırıq. Uyğunluğu müəyyən edin. Yoğun bağırsaq, bir də nazik bağırsaq hissələri verilib. Bizə deyir ki, uyğunluğu müəyyən edir ki, hansı hissələr deməli yoğun bağırsaq, bir də nazik bağırsaq aiddir. Kör bağırsaq aiddir. Deməli hara? Yoğuna. Çəmbər bağırsaq bəli aiddir. Bu da yoğuna. Düz bağırsaq bu da aiddir yoğuna. 12 parmaq acı qalça, bunlar da D, Y, F aiddir hara? Nazik bağırsağa. Cavab olacaq onda nə? A variantı. 15-ci sual.
İri venalar və arteriyalar zədələnərsə ilk tibbi yardım necə göstərilməlidir? Məlum məsələdir ki, deməli deyəcəksiniz ki, zədələnmiş nahiyə bir qədər yuxarı, aşağı yox, hər zaman yadda saxlayırsınız, yuxarı turna qoyulur. Ona görə A variantı olmaz, B yox, turuna görə harda var, C yox, aşağı burada çünki aşağı deyir, bizə deyir yuxarı qoyulmalıdır. Onda cavabımız olacaq D variantı. 16-cı sola baxırıq. Hansı halda ifraz olunan sidiyin miqdarı artmaz? Həyəcanlandıqda və ya qorxduqda bəli bu arta bilər. Soyuq havalarda məlum məsələdir, arta bilər. Çünki ona görə deyirlər ki, bəzən ayaq yalında gəzmək olmaz. Bu böyrəklərə də belə ziyandır. İsti havalarda, bəli isti havalarda deyəcəksiniz ki, sidiyin miqdarı artmaz. Çünki sidiyin miqdarı isti havalarda su mayi qəbul edirsən, amma daha da belə deyək ki, sidiyə də ifraz tez duyulur. Ona görə isti havalarda daha çox olmaz. Miqdarı artmaz. Amma qanda şəkərin miqdarı məlum məsələdir. Şəkəri daha çox olan insanlarda sidiy daha tez olur. Və vazopresin hormon normadan az ifraz olunur da, bəli bu da deyəcəksiniz ki, sidiyin miqdarının artmasına səbəb olar. Cavab olacaq C variantı. 17-ci sual. İnsan uzun müddət ac və ya susuz qalarsa, hansı beyin şöbəsi vasitəsilə bu hisslər tənzimlənəcək? Məlum məsələdir ki, su qəbuludur, qida qəbuludur, maddələr mübadiləsidir, bədən temperaturunun tənzimlənməsidir. Bunların hər biri ara beyinlə əlaqəli olduğuna görə cavabımız olacaq A variantı. 18-ci sual. Böyrəklərin qanı 36.000 dəfə təmizlədiyi müddətdə qan eritrositləri neçə dəfə yenilənər? Məlum məsələdir ki, bir sutkada 300 dəfə yenilənir. Bəs 36.000 dəfədə neçə sutkaya baş verəcək? X. Bu da olacaq, X-im də oldu neçə? 120 gün, yəni sutka. İndi eritrositlərin də yaşama müddəti biz bilirik ki, elə 120 gündür. Elə onda neçə dəfə yenilənir? Cəmi bir dəfə yenilənəcək, olacaq A variantı. 19-cu sual. Sidik ifrazat sisteminə aid olan orqanların sayını A qəbul etsək, deməli 2 dənə böyrək, 2 dənə sidik axarı, bir dənə də sidik kanalı. Deməli nəyi demədik? Deyir ki, sidik ifrazat sisteminə aid olan orqanların sayını A qəbul etsək. Deməli sidik 2 dənə böyrək, 2 dənə sidik axarı, sidik kisəsi, bir də sidik kanalı, 6 dənə orqanı. Deməli A'mız 6'dır. 2 A'nı deyir. 2'ni vurdum. 6'ya 12. Yəni 12 rəqəmi olanı. Görə hansı deməli verilənlərdən 12'yə bərabər olmaz deyir. Yəni 12'ni əks elətdirməsin deyir. 12 rəqəmi alınmasın. Baxaq. Gövdə skeletinin süd sümüklərinin sayının yarısını. Gövdə skeletinə məlum məsələdir. Onurğa sütunun fəqərləri aiddir. Qabırğalar bir də döş sümüyü, düzdür. Qabırğalar orada deməli cüt sümüklərdir. Qabırğaların da yarısı neçə eləyir? 24'ün də yarısı eləyir 2'yə böləndə 12. Deməli bu variant əks elətdirir. A getdi. Ağız boşluğunda yalnız bir dəfə çıxan dişlərin sayı məlum məsələdir ki, bunlar ontogenez dövründə hansı dişlərimizi böyük ağız dişlərdir ki, bu da olacaq 12 dənə olmuş olar, o da bərabərdir. Gəldim C var. Ürək siklinin fazaları 3 fazası var. Onu deyir 4 misli, o da deyir 3'ü 4'e vuranda 12. D variantı. Bir yuxarı ətrafda barmaq falanqalarının sayı məlum məsələdir ki, deyək ki, bir yuxarı ətrafda olan barmaq falanqalarının sayı 14'dür. 12'ye bərabər deyil. Ona görə cavabımız olacaq D variantı. Növbəti suala baxırıq. 20-ci sual. İnəyin süd vəzisinin qovucuğundan götürülən mayədən hazırlanan bu maddə epidemiyaların qarşısını almasına uğurlu tətbiq olmağa başladı. Tərcüməsi inək mənasını verən və Jenner tərəfindən alınan bu maddə məlum məsələdir ki, bu maddə çiçək xəstəliyinə qarşı hazırlanmış bir vaksindir. Cavabımız olacaq A variantı. Bu 8-ci sinif dərsliyimizdə də verilib. Yanlış olanları seçin. Bütün daxili orqanlar sayacaqlardan təşkil olunur. Xeyr. Məsələn, nəyə misal göstərərik? Əksəriyyət sözünü işlədirik. Bütün sözün işlədə bilmərik.
Çünki dil də daxil da yerləşir, amma enazolog əzəldən təşkil olunur. Buna görə bu yanlışdır. Yəni yanlış deyəndə dairəyə alaq bunu. Əzəllərin vətərləri vardır. Bütün əzəllərin vətərləri vardır sözündə işlədə bilmərik. Məsələn, say əzələ deyərik ki, vətərləri yoxdur. Ona görə ikini də götürdüm. İki başlı ətraf əzələri bükücüdür. Bəli, bütün iki başlı ətraf əzələri bükücüdür deyə bilirik. Meymunlarda mimiki əzələr yaxşı inkişaf edib. Bunu insana bənzər meymunlar üçün deyə bilərik, amma digərləri üçün demək olmaz. Ona görə də 4 də götürmüş olarıq. 1, 2, 4 cavab olacaq B variantı. 22-ci sual. Ürəyin təqribi çəkisi ilə böyrəklərin maksimal təqribi çəkisi arasında fərq nə qədərdir? Baxın, burada sonda maksimal sözünə diqqətləmək lazımdır. O qədər də önəmli bir sual deyil. Sadəcə biraz diqqətli olmaq lazımdır. Deməli, 250 300 qram ürəkdir. Böyrək maksimal təqribəsi, böyrəklərin maksimalının deməli hərəsinə 120-170 qramdır. Maksimal dediyi üçün 170-170-300 qram. Yəni böyrəklər sözünü işlədir. 340 qram çıxılacaq 250. Çıxılsın 250, o da eləyəcək neçə qram? 90 qram. Cavab olacaq B variantı. Çünki maksimalı istəyir bizdən, ona görə 340-dan 250 çıxmalıyıq. Gəldi 23-cü suala. Sümüklərin inkişafı üçün vacib olan vitaminlər haqqında hansı fikir doğru deyil? İndi görə A vitaminidir, D vitaminidir. Baxaq görə hansı üçün uyğunluq yoxdur burada. A variantına baxaq. Günəş işığının təsirində orqanizmdə sintezi arta bilər. Bu məlum məsələ D vitaminidir. Bu doğrudur. Sonra növbətə baxaq. Qaraciyərdə sintez gedə bilməz. Qaraciyərdə sintez gedə bilməz. Elə bəli. Qaraciyərdə deyəcəyik ki, sintezi gedə bilməz. Cavab olacaq elə B variantı. Növbətə 24-cü suala baxaq. Qədəh bənzər kapsulun tərkibində olan kapilyarları bədənimizin digər kapilyarlarından fərqləndirən xüsusiyyət deyil. Xüsusiyyət deyil. Baxaq. İki arteriya arasında yerləşməsi bu aiddir. Qan təzyiqinin çox yüksək olması məlum məsələdir ki, qədəh bənzər kapsulun tərkibində olan kapilyarlar bədənimizdə digər kapilyardan fərqləndirən xüsusiyyətdir. Çünki qan təzyiqi orada daha yüksək olur. Maddələrin yalnız bir istiqamətdə hərəkət etməsi, bəli. Kapilyar boyunca qan təzyiqinin dəyişməməsi, bəli, bunu da deyəcəyiz. Amma Y variantına diqqətli. İkinci kapilyar şəbəkənin arteriya ilə vena arasında yerləşməsi. Çünki bu böyrəklərdə birinci yox, ikinci kapilyar da, onlar da deməli çıxarıcı arteriya ilə vena arasında yerləşir. Normalda bizdə də arteriya ilə vena arasında yerləşdiyinə görə heç bir fərq yoxdur. Ona görə cavabımız olacaq Y variantı. Növbəti 25-ci suala baxaq. Məntiqi uyğunluğu tapın. Diş tacı minadan təşkil olunub. Dişin boynu diş ətindən, dişin kökü isə məlum məsələ sementdən təşkil olunar. Cavabımız olacaq C variantı. Gəlirik növbəti 26-cı sualımıza. 26-cı sual. Əgər şəkildə X ilə işarə olunan beyin şöbəsi, X ilə işarə olunan beyin şöbəsi, deyəcəksiniz ki, burada şəkildə təqribi düşüb. Yəni buradan da görsənəndə bu ara beyindir. Buraya yazırıq ara beyin. Baxaq görə nə deyir? Bu beyin şöbəsinin fəaliyyəti pozularsa orqanizmdə hansı hal baş verməz? Baxaq. Maddələr mübadiləsi pozular. Məlum məsələdir ki, ara beyində pozulacaq. Sevgi, kin və s. kimi emosiyalar tənzimlənməz. Bəli, məlum məsələdir, aiddir. Mürəkkəb hərəkət reflekslər həyata deməli keçirilməz. Bəli. Qorxu hissinin yarımşörlərlə ötürülməsi zəifləri xeyr. Yeganə demək şöbədir ki, bunun ümumiyyətlə qorxudan keçməz deyirik hər zaman. Yəni hər zaman bunu dərsdə də vurğulayırıq ki, qorxudan neynəməz? Keçməz. Arabeyin. Ona görə də cavabımız olacaq elə D variantı.
27-ci suala baxırıq. Hansı reseptorlar qıcıqları həm uzaq məsafələrdən, həm də bilavasitə təmas etdikdə qəbul edə bilər? Məlum məsələdir ki, bu olacaq həm soyuğu, həm də istini qəbul edir. Çünki həm bunu uzaqdan, həm də bilavasitə deyəcək ki, təmas etdikdə qəbul edə bilirik. Ona görə cavabımız olacaq elə Y variantı. 28-ci sual. İnsulin və glukagon hormonları üçün ortaq xüsusiyyət. Simpatik sinirlər ifrazını artırır. Xeyr. Glukogeni qanda glukozaya çevirir. Xeyr. Bu aid deyil. Sonra mədə-altı vəzi tərəfindən sintez olunur. Bəli, hər ikisi deyəcəksiniz ki, mədə-altı vəzi tərəfindən sintez olunur. Cavabımız olacaq C variantı. 29-cu sual. Uyğunluğu müəyyən edin. Böyük qan dövranı və kiçik qan dövranı verilir. Baxaq görək nə deyir. Bir damarla başlayır. Bir damarla başlayır. Deməli, hər ikisinə götürə bilərik bunu. A-nı bir damarla başlayır. Sonra iki damarla bitir. Bu yuxarı aşağı boş veyinə aiddir böyük qan dövranına. Bu B getdi yuxarı. Sol qulaqcıqda bitir. Bu kiçik qan dövranıdır. Venoz qanla başlayır. Bu da aiddir hara? Kiçik qan dövranına. Bütün bədən boşlarını əhatə edir. Bu da böyük qan dövranına. Deməli A, B, Y, 1-ə, 2-də A, C, D. Cavabımız olacaq onda A variantı. Nəbz vurğularının sayı 30-cu suala baxırıq. Nəbz vurğularının sayı ürək siklinin müddəti arasında asılı qrafikin soruşur bizdən. Məlum məsələdir ki, nəbz vurğuların sayı sikl başlayacaq neynəməyə? Deməli azalmaq, amma döyüntü başlayır artmağa. Ona görə deyəcək ki, sikllə nəbz vurğunun sayı tərs mütənasibdir. Tərs mütənasibdir hansıdır? C variantında verildiğini qeydləmiş oluruq. 31-ci. Həzm sistemi orqanlarının yerləşdiyi bədən boşluqlarının sayının həzm sistemi 1. Ağız, döş, sonra qarın, bir də çanaq. 4 dənə. Sonra nə deyir? Sidik ifrazat sistemi orqanlarının sayının yerləşdiyi bədən boşluqları sidik ifrazat qarından çanaqdır. 4 onda böl 2. O da eləcək 2 böl 1. Çünki ixtisar aparanda 2-yə qalır 2 böl 1 nisbəti. Cavab olacaq A variantı. 32-ci suala baxırıq. Cümləni tamamlayın. İnsanın normal ontogenezində 16 azı dişi çıxır. Xeyr. 32 diş çıxır. 52 diş çıxır. Xeyr. 12 diş 2 dəfə çıxır. 1 dəfə çıxır. Xeyr. 4 köpək dişi çıxır. Xeyr. Ən sonda rudiment dişlər çıxır. Bəli, cavabımız olacaq Y variantı. 33-cü suala baxırıq. Əgər aybaşı sikli 35 gün çəkibsə, ovulyasiya deməli siklin neçənci gününə təsadüf edər? Buna baxırıq ki, normalda bizim deməli sarı cisim fazası nə qədərdir? Sarı cisim fazası 14 gün davam edir də, düzdür? Onda mən çıxaram 35 gündən bu 14 gün ovulyasiya deməli sarı cisimi yerdə qalacaq nə qədər? Deməli ovulyasiya sikli neçənci günə təsadüf edəcək? 21-ci günə. Cavabımız olacaq onda nə? B variantı. 34-cü suala baxırıq. Yumurta hüceyrənin uşaqlıq borusunda 24 deməli 48 saat spermatozoidlər isə 2-4 gün yaşama qabiliyyətinin olduğunu nəzərə alsaq, 30 günlük aybaşı sikli müddətində spermatozoid uşaqlıq yoluna siklin neçənci günlər düşərsə, mayalanmanın baş tutma ehtimalı vardır. Bu suala baxaq ki, 30 günlük deyirsə, deməli bu 14 gün buradan çıxırıq. 30-dan əvvəl də çıxdıq 14 gün sarı cismi, deməli 16-cı gün ovulyasiya baş verəcək. Düzdür? 16-cı gün ovulyasiya. Və əlavə də olaraq deməli 2-4 gündə bunun yaşama qabiliyyəti var da, düzdür? Deməli neçənci gündən mayalanma deməli baş verə bilər? 16-cı gündən sayırıq 4 gün maksimumdan götürək də spermatozoidin maksimumdan götürək.
4 gün arxaya sayaq. 15-ci, 14-cü, 13-cü, 12-ci gün. Deməli 12-ci gündən nə baş verə bilər? Mayalanma baş verə bilər. Biri 12-ci gündür. Çünki maksimum 4 günü çıxanda qalacaq 12-ci gün. Əlavə olaraq deməli deyəcəksiniz ki, bir yumurta hüceyrənin uşaqlı borusunda 24-48 saat. Və 24-48 saat dediyinə görə əlavə də bunu 16-cı gün üzərinə gəlirəm. Yumurta hüceyrənin yaşama qabiliyyətin. Düzdür? Və ona görə də bunu da maksimum götürəndə o da 18-ci günə düşəcək. Deməli 12, bir də 18-ci günlər nə edə bilər? Deməli deyəcəksiniz ki, mayalanmanın baş tutma ehtimalı var. Çünki niyə görə belə götürdüm? Sayanda 12-ci gündən 13, 14, 15, 16 gəldi düşdü. Əlavə də olaraq yumurta hüceyrənin yaşama qabiliyyəti o da olacaq 18-ci günə qədər nə edə bilər? Deməli spermatozoid onu mayalandıra bilər. Cavab 12, 18 olar. Ona görə B variantı. Gəlirik 35-ci suala. Bir fəqərə maksimum və minimum neçə sümük birləşmə əmələ gətirə bilər? Məlum məsələdir. Maksimum deyəndə 4, məsələn, döş fəqərələrini götürəriksə elə adicə yalnız döş fəqərəsini götürə bilmərik. Məsələn, döş fəqərəsini dedim. Döş fəqərəsi maksimum 4. Amma digər məsələn fəqərələrə baxanda minimum neçə sümük bir sümüklə birləşmə əmələ gətirən də var. Ona görə maksimum 4, minimum 1 cavabımız olacaq B variantı. Gəlirik 36-cı suala. Çanaq sümüyünün birləşmə əmələ gətirdiyi sümüklərin sayı ilə növ sayı hansı nisbətdədir? Deməli, çanaq sümüyü tək bir dənə çanaq sümüyünü deyir bizə birləşmə əmələ gətirdi. Çanaq sümüyü məlum məsələdir ki, deməli nə ilə birləşir? Omanın birinci, ikinci fəqərəsi ilə. Deməli, sonra nə ilə? Budla, bir də özləri arasında. Deməli, çanaq sümüyün birləşmə əmələ gətirdi 3 sümük. Sonra deyir növ sayı. Növ sayı götürəndə məsələn, fəqərə, oma fəqərədə fəqərə qarşı bud sümüyü olacaq uzun boylu, çanaq da özü olur yastı. 3 böl onda 3, o da olacaq 1 böl 1 nisbətində. Deməli, cavabımız olur burada C variantı. Növbəti suala baxırıq. Dərinin deyir hansı hissəsi öz qalınlığını dəyişə bilər? Deməli, ölü hüceyrələrdən təşkil olunmuş üst qatı xeyr. Bu ümumiyyətlə dəri altı pik qatıdır. Baxa görə hansı variantı verir? Əsasən birləşdirib toxumadan əmələ gələn qat xeyr. Sonra 37 dərinin ən alt qatı, bəli, dərinin ən alt qatı pik qatdır. Ona görə cavab olacaq elə C variantı. 38-ci suala baxırıq. Bir follikulda neçə ədəd yumurta hüceyrə inşa bilər? Yalnız deyəcəksiniz ki, bir dənəsi cavab olar elə A variantı. 39-cu sual. Onurğa sütununda neçə ədəd fəqərə onurğadan kənar birləşmə əmələ gətirə bilər? Məlum məsələdir. Birinci boyun fəqərəsi pilus deməli döş fəqərələri 12-dən döş fəqərə qabırğa ilə 12. Bir də deyəcəksiniz ki, omadan birinci və ikinci oma fəqərə çanaqla birləşdiyinə görə bu da olacaq 2 dənəsi də burada. 12, o 2, bir də 1. Cəmsi olacaq 15. D variantı. 40-cı sual. Transplasiyanın hansı növü daha geniş yayılıb? Bu məlum məsələdir ki, məktəb kitabımızda da verir. Qan köçürmə deməli ən çox bunların yayılmış üsuludur. Növüdür deyəcəksiniz. Yəni böyrə köçürülməsi də var. Digər dərinin transplasiyası da var, ürəyi də var, amma qan köçürmə daha çox deməli yayılmış olur. Cavab olacaq D variantı. Bu sınaq 2-nin izahı. Kanalımıza abunə oluruq. Növbəti izahları da sizlərə təqdim edəcəm. Sağ olun, təşəkkürlər.